Bir sıra şəxslərin, o cümlədən gənc qızların boşanma zamanı evsiz qalmamaları üçün, yəni yaşamaq üçün yaşayış sahələrindən məhrum olunmamaları üçün önləyici hüquqi tədbirlər görmək mümkündürmü? Qanunvericilikdə bununla bağlı bir sıra hüquqi imkanlar nəzərdə tutulmuşdur. Belə ki, evlənməmişdən əvvəl tələb oluna bilər ki, qadının adına hər hansısa bir ev alınsın və yaxud da ki, həmin evin çıxarışında qadınla bərabər kişinin də adı nəzərdə tutulsun. Yəni, alınan mənzilin iki mülkiyyətçisi olsun. Əgər evlənən zaman tərəflərin belə bir maddi imkanı yoxdursa, bu zaman tərəflər arasında nikah müqaviləsi bağlanıla bilər və həmin müqavilədə göstərilə bilər ki, kişi boşanan zaman qadına müəyyən bir rayonda, müəyyən bir otaqlı, məsəl üçün deyək 2 otaqlı mənzil alıb verəcək. Eyni zamanda həmin müqavilədə nəzərdə tutula bilər ki, əgər kişi boşanan zaman qeyd olunan xüsusiyyətlərə malik mənzili alıb qadına verməzsə, bu zaman qadına müəyyən olunmuş məbləğdə, tutaq ki, məsələn, dəyəri 50 min manat, 70 min manat və yaxud da 100 min manat məbləğdə kompensasiya ödəyəcəkdir.